Quran-ı Kərim Əl-Bəqərə surəsində deyir ki, Allah sıxar və genişləndirər. Yəqbidu və yəbsudu. Yəni, həyatın çətinlikləri və sıxıntıları daim eyni vəziyyətdə qalmır. Əgər daralarsa, sonra genişlənər. Əgər çətinləşərsə, sonra asanlaşar. Əgər şiddətlənərsə, sonra rahatlıq gələr. Çünki sıxmaq da, genişləndirmək də Allahın əlindədir. Ona görə də sakit ol və Rəbbinə güvən. Və bunu da bil ki, qalib gələnlər çətinliklərdən fürsət çıxaranlardır. Yəni, hər bir şeyin sonu Rəbbinə bağlı. Ona görə də, yəni, həyatın dəyişkən olduğunu və çətinliklərin əbədi olmadığını xatırladır. Allah genişləndirər, daraldar. Çətin günlərin də, asan günlərin də onun əlində olduğu hər kəs bilir. Deməli, bu insanlara səbr etməyi, ümidsiz olmamağı və hər vəziyyətdə Allaha güvənməyi öyrədir. Bax, nə gözəl bir fayda.